Əslində sən uğursuz deyilsən. Sadəcə insanlar bacarmadıqları üçün başlayanda tək qalmalarından qorxur. Uğurlu insanların fərqi cəsarət deyil, tənhalığa dözmə qabiliyyətidir. Səni yoransa iş deyil, özünü sübut etməyə çalışmağındır. Əgər daim kiməsə nəsə sübut edirsənsə, enerjin ona gedəcək. Uğurlu insanlar sübut etmir, nəticə göstərir. Sənə bir şey deyim, psixoloji olaraq güclü insanlar çox az danışırlar. Çünki bilir ki, çox danışan insan özünü qorumağa meyillidir. Az danışan isə özünə güvənən insandır. Sakit durmaq zəiflik demək deyil. Bu sadəcə özünü kontrol və nəzarətdir. Uğur səni dəyişmir. Uğur səni ifşa edir. Pul, status və yaxud da ki güc insanı yaxşı etmir. Sadəcə sənin içində nə varsa, onu üzə çıxarır. Buna görə də çox insanlar böyüdükcə ətraflarını itirirlər. Ən təhlükəli psixologiya isə bu tələdir. Biraz da gözlüyüm. Bu cümlə minlərlə insanı yerində saymağa vadar edir. Çünki doğru zaman heç vaxt gəlməyəcək. Zamanı doğru edən sənin öz qərarındır.